Deməli, DY paraleldir BK-ya, 3AD bərabərdir 2BD-yə. Onda buradan alınır ki, AD bərabərdir 2x, BD bərabərdir 3x. Sonra DF FC'yə bərabərdir. AY 8 olarsa KS-ni tapın. KS məsafəsini soruşur bizdən. Deməli, biz buradan ABK üçbucağından fikir versək ki, DY BK-ya paraleldirsə, onda yaza bilərik 2x-in, yəni AD-nin ümumilikdə AB-yə, yəni 5x-ə nisbəti bərabərdir 8-in AK-ya nisbətinə. Buradan x-lər getdi. 2 ilə 8 4 dəfə. AK bərabərdir 4 vur 5 20. AK 20-dirsə 20-dən 8 çıxıram. YK eləyir 12. Və bir də buradan biz fikir versək ki, DYS üçbucağında FK orta xəttdir. Çünki həm DY paraleldir, həm də ki, DS tərəfini F nöqtəsi DS tərəfinin orta nöqtəsidir. Onda belə çıxır ki, FK orta xəttdir. Orta xəttdirsə DS üçbucağında YK 12-dirsə, KS də 12-yə bərabər olar.